dostlar, İki rəfiqə bir şəhərin yeni videosuna xoş gəlmisiniz. Bu dəfə yolumuz Gənclik metrosunun yaxınlığında yerləşən və cəmi bir neçə ay əvvəl istifadəyə verilən yeni bir parka düşüb. Şəhərin tam mərkəzində belə geniş və yaşıl bir məkanın yaradılması həqiqətən diqqət çəkir. İlk baxışdan həm müasir dizaynı, həm də sakit atmosferi ilə fərqlənir. Gəlin birlikdə kəşf edək. Burada diqqətimizi ən çox çəkən məqamlardan biri müxtəlif ölkələrdən gətirilmiş ağacların əkilməsi oldu. Ağacların yanında onların mənşəyi haqqında məlumatlar da yerləşdirilib. Bu isə adi gəzintini daha maraqlı edir. Mənim diqqətimi çəkən başqa bir detal isə parkın planlaşdırılması oldu. Gəzinti yolları, yaşıllıq sahələri və istirahət güşələri bir-birini tamamlayır. Ona görə də burada gəzməyi yorucu yox, rahat hiss etdirir. Bir tərəfdə yeni salınmış ağaclar, digər tərəfdə isə şəhər mənzərəsi görünür. Bu kontrast maraqlı təsir bağışlayır. Sanki şəhərin içində kiçik bir təbiət adası yaradılıb. Burada gəzişərkən insanların parkdan fərqli məqsədlərlə istifadə etdiyini görmək olur. Kimi sadəcə gəzir, kimi şəkil çəkir, kimi də ailəsi ilə vaxt keçirir. Bu da məkanı daha canlı göstərir. Park yalnız yaşıllıqdan ibarət deyil. Uşaqlar üçün böyük oyun meydançaları, açıq hava idman zonaları və müxtəlif istirahət güşələri də yaradılıb. Hər yaş qrupu üçün nəsə tapmaq mümkündür. İdman həvəskarları da unudulmayıb. Açıq hava idman qurğuları, basketbol və futbol meydançaları parkı daha funksional edir. Burada hər yaşdan insan üçün uyğun fəaliyyət tapmaq mümkündür. Bakıda yeni məkanlar kəşf etməyi sevirsinizsə, bu parkı da siyahınıza əlavə edə bilərsiniz. Videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı və fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Növbəti şəhər macəramızda yenidən görüşəcəyik. Sağ olun ki, bizimlə gəzdiniz.